Mənim həyatda yeganə dostum, sirdaşım mənim həyat yoldaşımdır. Bütün sirlərimi onun yanında arxayınlıqla danışıram. Çünki bilirəm ki, ona danışdıqlarımın birinə donsuz da qulaq asmır. Əlində telefon fikri ya TikTokdadır, ya da maşın bazarında. Ona görə ürəyimdə bir damcı da söz saxlamıram. Bilirəm ki, qulaq asmadığı üçün heç kimin yanında da gedib sözümü danışmayacaq. Allah bizi onları çox görməsin. Həqiqətən də yeganə varlıq yoldaşdır ki, görmədiksə görəsin, gördükdə isə döyəsin gəlir. Keçən dəfə padruşkamla söhbət eləyirik, deyik ki, bəs bir iş qurmaq istəyirdi. Nəsə ürəyimə yatmırdı. Yoldaşımla danışdıq, məsləhətləşdik və yolundan döndərdim ki, o işə getməsin. Mən də nəsə bir məsləhətli bir şey olmayanda onu yoldaşıma deyəndə mənim acığıma gedib iminavoy o işi eləyir. Sonunda da çox böyük zərərlə üstümə qayıdıb deyir ki, o əlimin üstündə sən dilləmişdin, ona görə də iş bu vəziyyətə gəldi. Ömür boyu boynuna almaz ki, bəs elə o iş həqiqətən də məsləhətli deyilmiş, getdim xeyrini görmədim. Həqiqətən də matməyətdə qalmışam. Mənə maraqlıdır qızlar. Siz necə? Bütün iş, güc, ailəvi məsələləri ortaq məxrəcə gəlib bir qərar alırsınız? Yoxsa elə mənim günümdəsiz. Əgər mənim günümdə deyilsinizsə, istədiyiniz tərəfə yoldaşınızı döndərə bilirsinizsə, baxıl olmayın, xain olmayın. Bir bacıqanıza da tiyodan falan verin yorumlarda. Bəlkə sizin hesabınıza qartdı qurtdu arvad ola.